Deyim ki, İsmailli təbii ki, bizim üçün əzizdir, doğmadır, Şirvan bölgəsidir. Ancaq İsmaillini mənə biraz da sevdirən bu oturan oğlan var, o Daşqın. Daşqın Həsənov, mənim əskər yoldaşımdır. Həmişə gözəl günlərdə Daşqın. İnşallah toylarda görüşək, balaların toyunda. Sözsüz ki, İsmailli deyəndə ağla ilk müasirlərdən deyim, mən Musa Yaqub gəlir. Şairin ruhum bugün anmasaq, xatırlamasaq, bizləri də xatırlamazlar, buna əminəm. Allah ruhun şad eləsin. Musa Yaqub yazır ki, təmizlik suyunda çimir çöl, çəmən. Məhdərin çiynində durur bu həyat. Ulu təbiətim yaman xəsissən, yaxşı insanları biraz çox yarat. Bu dağlar, dərələr çiçəkdir eyzən. Bahara ümid ver, arıya qanat. Bir yuva qarışqa, ruzisi bir dənlə bahara çıxar salamat. Arını, milçəyi yerbəyer ilə, onda gül çiçəklər pətəyə dolar. Min pay bəs eləmir bir əyri ələ, bir payla min düzü yaşatmaq olar. Laf azalt dünyanın devlət varını, yaxşılar xeyrinə ömrü tarazda, ürəyin yaxşılıq damarlarını şaxələt biraz da, çoxalt biraz da. Allah ruhun şad eləsin şairin. Musa Yaqubu yad elədim, bir mənim borcum da var, Elçin tanıyır. Bunu qeyd edeyim ki, bugünkü məclisdə mənim iştirakimin səbəbi göydə Allahdır sözsüz. Yerdə də Aşıq Elçin dostumuzun təklifi və təkidi ilə bugünkü gündə mən buradayam. Elçin, Allah Teala başı uca eləsin. Həmişə gözəl məclislərdə, gözəl toylarda səsin, avazın gəlsin. Raqif Nazımoğlu mən qeyd eləmək istəyirəm. Allah şairə can sağlığı versin. Onun da bir 3 bəndli şeirin deyəcəm. Sonra Allah qoysa toyumuzu davam eləyəcək. Nazımoğlu yazır ki, yaltaqdan, qorxaqdan uzaq gəz dolan. Alçaldar insanın nə vaxtsa yalan. Zatı qırıq olub İraq məclisdən 100 canlar alan heç kəsə layiqli yar ola bilməz. Vurnuxma külək tək küncdə, bucaqda, yaşayır qartal da İraq məclisdən uzunqulaq da. Yanıb külə dönmüş soyuq ocaqda, kösöv tapılsa da qor ola bilməz. Gəzmə bu dünyanı əli çıraqlı, ömür yaşayırıq sinəsi dağlı, ədalət axtarma Nazımoğlu. Yoxdan heç bir vədə var ola bilməz. Ancaq mən düşünürəm ki, yoxdan var eləyən, bəli, qurban olduğumdur. Ondan başqa bunu heç kim deyə bilməz, heç kim eləyə bilməz. Allah Teala həmişə yoxdan var eləsin ruzunuzu, bərəkətinizi. Allah Teala ocağınıza həmişə o iş dalıcan gedir. İndiki dövrdə mən həmişə deyirəm, qadınların boynuna böyük bir yük düşür ki, o kişiləri anlayışla qarşılaşsın. Çünki çöldə doğrudan çox çətindir vəziyyət. Allah Teala hər bir kişiyə evə qaydanda o köhnə kuloklar olurdu, o kağız kuloklar olurdu. Onu qucağında gətirməyi nəsib eləsin, içində də ruzusu. Bunu arzulayıram. Təbii ki, hər bir zamanın öz çətinliyi olur, dar məqamlar olur. Ümid eləyə bunlar da keçib geçəcək, irəlidə bizi gözəl günlər gözləyəcək. Necə ki, 2020-ci ilə qədər biz Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Heç vaxt gözləmirdik ki, Qarabağ torpağı azad olunacaq. Ancaq bu günləri Qarabağ bizdədir. Sərhədlərimiz bərpa olunub. Alqış gəlsin Azərbaycanımız üçün, çox xahiş edirəm.